xahiş elədik. Sağ olsun, xahişimizi yerə salmadı. Oyunçuların oyuna qarşı məsuliyyətsizliyi, biri qırmızı aldı, biri oyuna gecikdi, qapıçı gəlmədi. Mehdi, xoş gəldin. Salam Nurlan, xoş gördük. Dəvətiniz üçün çox sağ olun. Sən də sağ ol. Mehdi, özün və komandan haqqında qısa məlumat verərdin. Mən Rəhimov Mehdi, Dillər Universitetinin tələbəsiyəm. Bu il GILEF adından turnirə qoşuluruq. Komanda yaxınlarından, dostlarından, tanışlarından ibarət olan komandadır. İnşallah bu il turnirdə gözəl nailiyyətlər əldə edəcəyik. Keçən illər Vladikavkaz adı ilə qoşulmuşdunuz. Bu il tam fərqli bir adı qoşulursunuz. Bəs səbəbi nədir? Klubumuzun adının Gilli olması əslində Gilli şirkətinin mənə daima dəstək olmasıdır. Daima mənə hər cəhətdən dəstək olurlar və biz müzakirə elədik və qərara gəldik ki, elə biz onun Student Cup 4-də də Gilli FK adı ilə girək. Bəs bu illər sizin məqsədiniz nədir? Ən minimum mərhələ hansı olacaq sizin üçün? Təbii ki də məqsədimiz çempionluqdur, yəni başqa bir məqsədimiz də ola bilməz. İnşallah Allahın izni ilə çempion olacağıq. Olmasaydı yenə də xeyirlisi, bütün komandalar öz bütün gücünü göstərəcəklər və məncə gözəl bir çempionat və təşkilat görəcəyik. Bu il iştirak edəcək heyətdə dəyişikliklər varmı? Dəyişikliklər varsa kimlərdir? Tanış simalar varmı? Təbii ki dəyişikliklər var. Yəni bu il daha güclü bir sastavla inşallah girəcəyik. Tanış simalardan iSchool-un 10 nömrəsi Səməd Ağa Mahmudlu, yəni yaxınımdır, dostumdur. Ona xahiş elədik. Sağ olsun, xahişimizi yerə salmadı və bu il inşallah bizim komandada iştirak edəcək. Keçən də Bizon Student Cup turunda iştirak elədiniz. Əslində pistə başlamamışdınız. Birinci tur bərabərlik, ikinci tur qələbə və böyük hesablı qələbə idi. Bəs üçüncü turdakı uğursuzun səbəbini də görürsən. Yəni məncə də turnirə çox gözəl başlamışdıq. Özümüzə güvənimiz çox idi, amma son oyunda mənə görə oyunçuların oyuna qarşı məsuliyyətsizliyi, biri qırmızı aldı, biri oyuna gecikdi, qapıçı gəlmədi və azlıqda oynadıq. Və bu təbii ki də oyunda öz rolunu göstərdi və təəssüflər ki, istədiyimiz nəticəyi əldə edə bilmədik. Bəs yenidən Apollo komandası ilə elə bir kritik oyunda oynamaq istərdinizmi? Yəni təbii ki biz borclu qalmırıq. Bu il qismət olsa görüşsək, mən inanıram ki, qələbə biz tərəfdə olacaq. Keçən illəri qrup mərhələsində ən çox çətinlik çəkdiyiniz komanda və oyunçu hansı oldu? Keçən il müxtəlif güclü komandalar var idi. Yəni sırf birini seçsək, məsələn, bizim qrupda komanda olaraq, yəni əslində biraz da bəxtsizlik, şanssızlıq və oyunçuların yenə də deyirəm məsuliyyətsizliyi biraz peşman elədi, amma oyunçu olaraq isə qeyd eləsəm, Logistas komandasıdır deyəsən, onlarda 13 nömrəli oyunçu var idi. Yəni bizə qarşı çox gözəl mübarizə göstərmişdi və nəticəyə də çox böyük bir pay olmuşdu. Deyəsən bir qol, bir assist eləmişdi. Yəni bərabər bitirmişdi oyunu. Əgər bu il finala çıxsanız, finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz? Ümumən desək, çempionatda güclü komanda çoxdur, amma aralarından birini seçsək, məsələn, Oğuz-Edə ola bilər və ya Ermax ola bilər. Yəni hər iki komandada tanışlarımız var. Foras da ola bilər, fərq eləmir. Yəni əsas odur, gözəl oyun keçsin, güclü olan qazansın inşallah. Mehdi, düşün ki, Bizon Student Cup 4 finalda oynayırsınız və oyun penallara qalıb, sonuncu penalda hər şey həlli olunacaq. Sonuncu penalı vurmaq istəyirsənmi, yoxsa komanda yoldaşına ötürərsən? Təbii ki, sonuncu penalı özüm vuraram, çünki bu mənə görə çox böyük bir məsuliyyətdir və bir kapitan olaraq o məsuliyyəti üstümə götürmək mənə bir borcdur və komandaya məncə də böyük bir motivasiya olar, böyük bir dəstək olar. Səncə bu illəri turnirin ən yaxşı oyunçusu kim olacaq? Yəni tanıdıqlarımdan deyəcəm, oyununu gördüklərimdən deyəcəm. Məncə Kərim Məmmədov ola bilər, Səməd Ağa Mahmudlu ola bilər, Cəfər Cəfərli ola bilər. Bu il tanıdıqlarından Raul Məmmədov ola bilər, Cavid Əfəndiyev ola bilər. Məncə bunlardır. 6 iyun tarixində turnirimiz start götürür. Bununla bərabər yay aylarında özündə bilirsən ki, Dünya Kuboku başlayacaq. Sən də biz də futbol həvəskarı olaraq bu turniri izləyəcəyik. Sən Dünya Kubokunu hansı komandanın qazanmağını istəyirsən və favoritlərin kimlərdir? Mən özüm Almanya azərkeşi olacağam. Almanya bütün oyunlarına baxacağam. Amma mən istərdik ki, təbii ki də Cristiano Ronaldo Dünya Kubokunu götürsün. Çünki mənə görə o Dünya Kubokunun Ronaldo bir borcu var və bu gözəl sonluğu məncə hamımız görmək istəyirik və Ronaldo Dünya Kubokunu qazansa məncə təkcə Ronaldo yox, bütün dünya qazanacaq. Səncə bu illəri Dünya Kubokunun ən yaxşı oyunçusu kim seçiləcək? Yəni orada da seçim çox genişdir. Oyunçuların arasından seçsək, Mbappe ola bilər, Yamal ola bilər, Bellingham ola bilər, Kane ola bilər. Oyunçu seçim həddən artıq çoxdur. Onun üçün inşallah dünya çempionatı getdikcə hamımız izləyəcəyik və sonda da görəcəyik kim ən yaxşıdır. Çox sağ ol Mehdi. Təşəkkür edirəm gəldiyin üçün. Sənə və komandana uğurlar arzu edirəm. Çox sağ olun. Sağ olun. Var olun.